Python dilində verilmiş proqramın nəticəsini müəyyən edin. Burada G və F funksiyalarını görürük. İndi A 5-dirsə biz B-ni çıxışa verir və B də bərabər olur F-A-ya, yəni F5-ə. Deməli, biz F5-in qiymətini tapmalıyıq. F5-i tapdıqda burada yazıram F5. Deməli, 5 burada artıq M-dir. Onda yazıram. M bərabərdir G5 üstəgəl 10-a. Və buradan m-i tapacağam ki, m nəyə bərabərdir? G5. G-ni tapdıqda, deməli, 2 dəfə artırmalıyam. G5, deməli, bura bizə verəcək 10-u. Onun üzərinə 10 gəlsəm, onda m-in qiyməti olur 20. İndi, növbəti dəfə m-i tapanda, aldığım m-i 2 dəfə artırıram. 40 vurulsun G-m-ə. Hansı ki, m-i artıq 20 tapmışdım. G20-yə. Və G20-də də 20-ni 2 dəfə artıracam, olacaq 40 və 40-ı 40-a vuracam, olur 1600. Və bu funksiya bizə m-i verir, yəni m-in cavabı 1600-dürsə, deməli, burada bərabər olacaq elə 1600-ə. Və B-ni çapa verməliyəm, doğru cavab olacaq 1600.